Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün mən sizə 11 yanvar 2026-cı il 9-cu siniflər üçün keçirilmiş OTK sınavının izahını vermək istəyirəm. Birinci sualımızdan başlayaq. Birinci sualımızda deməli, baxırıq ki, başlıqda the news verilib. The news verilibsə, biz bilir özündən sonra da sözünlü ifadə gəlib. Sözünlü ifadənin soluna baxacaq, yəni ondan əvvələ baxacaq. The news təkdədir deyə bizə tək xəbər lazımdır. A bəndində seem olmaz, D bəndində are olmaz, have been cəm xəbərdə olmaz, were cəm xəbərdə olmaz. Doğru cavabımız B bəndi olacaq. Növbəti sualımıza baxırıq. Növbəti sualımızda highest mountains görürük. Biz bilirik üstünlük dərəcəsidir. A olmaz, qarşısında Z işlətməliyik. D bəndi olmaz, heç nə olmaz. Z. İkinci tərəfə baxırıq. Dünya sözü bilirik həmişə Z artiklından olur. Ona görə də doğru cavabımız C bəndi. Növbəti sualımıza baxaq. Definition testidir. Search axtarmaq deməkdir. Fortune uğur, bravery cəsarət. Baxaq görək. Deməli, search axtarmaq. An attempt to find something or somebody. 1-ə B olacaq. 1B. İkincidə fortune uğur, chance or luck in people's lives olacaq C bəndi. BC, o birisi də A. BC A. A bəndi. Davam edirik növbəti testimizlə. The white car over there. Baxırıq aşağıda əvəzliklər verilib. Yəli əvəzlikləridir. Biz bilirik asılı var. Bir də müstəqil işlənən yəli əvəzliklərimiz var. Hər iki tərəfində boşluqdur, isim yoxdur deyə uşaqlar. Baxın, burada da boşluq, burada da boşluqdur deyə. Deməli, biz hər iki tərəfində asılı olmayan yəli əvəzlik işlətməliyik. Yəni müstəqil olan. Ona görə birində my'dı, olmaz. Bu da your ikinci tərəfdə var, olmaz. Her olmaz. Our, your bu heç olmaz. Doğru cavabımız olacaq B bəndi. The white car over there is mine. Oradakı ağ maşın mənimkidir. Not yours. Səninki deyil. Doğru cavab B bəndi. Növbəti sualımıza baxırıq. Növbəti sualımızda bizdən positive case istəyir. Yəli hal. Deməli, biz demişdik ki, apostrof S-dən sonra qot gələrsə, yəli hal deyil. Biri çıxırıq. Variantlardan biri cavablarımızı çıxacaq. Jane's relatives have sold their car. Bəli, biri budur. Jane'in valideynləri maşınlarını satıb. Cümlədə feil var. Bəli, have sold cümlənin xəbəridir. Jane's relatives, Jane'in valideynləri. Bir cavabımız 2-dir. Answer, please everybody. Anna'nın cavabları hər kəsi məmnun etdi. Deməli, 2-3-dür doğru cavabımız. E bəndidir. Bəs o birisinə baxaq 4-də. Stella's and Kevin's brother has joined army. Demişdik ki, hər ikisində S olarsa, brother sözü S-də olmalıydı. Hər ikisinin varsa, demək ki, hərəsinin bir qardaşı var. Ona görə də qardaş cəmdə olmalıydı. Üstəlik də feilimizdə, xəbərimizdə cəm xəbər olmalıydı. Doğru cavabımız olacaq E bəndi. Növbəti sualımıza baxırıq. Növbəti sualımızda deməli, we stayed in the countryside. Aha, baxın uşaqlar, burada nə olacaq? Biz bilirik ki, məsələn, C bəndi maçdan sonra müqayisə işlənər, onu çıxırıq. More, longer, ikisi bir yerdə olmaz, D-ni çıxırıq. So long, longer as, biz bilirik ki, as olan cümlələrdə müqayisə dərəcəsi işlənəcək. So long da, yəni inkar cümlələrdə işlənəcəkdir. Ona görə də doğru cavabımız olacaq E bəndi. We stayed in the countryside as long as we wished. İstədiyimiz qədər, arzuladığımız qədər kənddə qaldıq. Doğru cavab E bəndi. Definition testimizə baxırıq. 62-ci sualda to make someone upset or angry by saying or doing something rude or unkind. Kimisə nəsə bir xoşa gəlməz söz deməklə və yaxud etməklə, nəsə etməklə hirsləndirmək və yaxud məyus etmək. To offend olacaq uşaqlar, incitmək deməkdir. Please məmnun etmək deməkdir. To cough, öskürmək deməkdir. To spread, yaymaq deməkdir. To sneeze, askırmaq deməkdir. Doğru cavab A bəndi. Növbəti sualımızdan davam edirik uşaqlar. Növbəti sualımızda deməli zaman aid tense formlara aid sualdır. Biz bilirik ki, when bağlayıcısı olan tərəfdə sadə zaman işlətməliyik, ya keçmiş sadə, ya indiki sadə zaman işlədəcəyik. Ona görə A bəndini çıxıram, D bəndində çıxıram. Sonra baxıram zamanların uzlaşmasına. Zamanlar bir-birindən uzlaşmalıdır. Ona görə də baxıram B bəndində uploaded, həm də watch, keçmişlə indiki bir cümlədə uzlaşmaz.
C bəndinə baxıram. Uploaded, have watched. Keçmiş sadə zamandan indiki bitmiş bir yerdə uzlaşmaz. Yalnız sinsi olan cümlələrdə uzlaşacaq. Ona görə də doğru cavabım qalır E bəndi. Növbəti sualımıza baxırıq. We have got petrol. Petrol sayılmayan isimdir deyə birinci F-yonu çıxacam. Və we need to stop and get. Deməli, söhbət burada benzindən gedir. Benzindən gedir. Deyir, biz dayanmalıyıq və biraz almalıyıq. Benzindən gedirsə, ikinci tərəfdə few də işlədə bilmərəm, min də işlədə bilmərəm. Qalırıq A və B arasında. Deyir, we have got much petrol. Əgər desə ki, bizim çox benzinimiz var, onda niyə dayanıb biraz almalıyıq ki? Yəni, bu məntiqlə uyğun gəlmir. Ona görə də doğru cavabımız B bəndi. Gəlin qoyaq görək doğrudan da elədirmi? We have got little petrol. Bizim az benzinimiz var. We need to stop and get a little. Dayanıb və biraz da benzin almalıyıq. Bəli, doğru cavabımız B bəndi. Növbəti sualımızda deməli verilmiş altına xaç çəkilmiş sözün ekvivalentini istəyir. Yəni sinonimdə demək, yəni eyni məna verən söz hansıdır? Made some mistakes nə deməkdir? Yesterday we made some mistakes during the project. Layihə zamanı biz dünən bir neçə səhv etdik. İndi baxaq. Did something wrong. Elə bu doğru cavabımızdır A bəndi. B bəndi niyə olmaz? Bir neçə düzəlişlər etdik. Yox, bu əksidir. Üzr istədik. Yox. Uzun fasilə verdik. Yox. Hər şeyi düz elədik. Yox. Doğru cavabımız olacaq A bəndi. Növbəti sualımıza baxırıq. Uşaqlar, as soon as tərəfində yenə də biz bilirik ki, bağlayıcı olan tərəfdə yalnız sadə zaman işlətməliyik. Ona görə A bəndində is, starting, will start gedir. Sonra biz bilirik ki, flood, daşqın, sailmən isimdir, tək isimdir. Ona görə start olmaz, B bəndini çıxıram. İkinci tərəfdə də left var, görürsünüz. Zaman uzlaşmasına əsasən startsız işlədə bilmərəm. Doğru cavabım E bəndi. 67-ci sualla davam edirik uşaqlar. 67-ci sualda they couldn't take. Biz bilirik inkar cümlələrində bir cümlədə iki inkar olmaz. Ona görə A bəndini işlətmirik. Some inkar cümlələrində işlənməz. Sonra anyone burada işlətməz. Çünki özündən sonra passenger söz var. Biz bilirik ki, törəmələrdən sonra isim gəlməz, getdi. Everydən sonra tək isim gəlməlidir. Doğru cavabımız B. Onsuz da bilirik ki, inkar və sual cümlələrində də eyni işlədirik. Doğru cavab B bəndi. Növbəti sualımızda antonim cütlüyünü seçdir. Deməli, polite, rude. Bəli, bu ilə bir-birindən antonimdir. Bir bunu götürəcəyik. Raw, cooked. Polite, rude dedik. Biri bunu götürəcəyik. Raw, cooked, çiğ, bişmiş. Antonim deyirsə birində bunu götürəcəyik. 1, 2. Diligent, hardworking, hər ikisi eynidir deyə, yəni bunlar sinonimdir, antonim deyil, götürmürük. Çalışqan deməkdir, hər ikisi major, main, hər ikisi əsas deməkdir, onu da götürmürük. Essential, necessary, əsasdır, sinonimdir, ona görə götürmürük. Doğru cavabımız olacaq 1, 2. 69-cu sualdan uşaqlar artıq deməli short textlərdir. Short textdə nə deyir? Deməli, deyir ki, deməli wanted, tələb olunur, part-time cashier, location city mart. Oxuyaq görək nə deyir, nələr tələb olunur, nələr, yəni hansı xüsusiyyətlər tələb olunur. Good communication skills, basic maths and customer service experience preferred. Flexible hours, apply in person. Deməli, burada not only full-time but also part-time workers are wanted. Deyir ki, full-time yox, həm də part-time işçilər tələb olunur. Ancaq burada nə deyirdi? Part-time, yalnız part-time işçilər tələb olunur. Ona görə bir deyil, biri çıxdıq. A good math teacher with communication skills is required. Deyir ki, ünsiyyət bacarıqları yaxşı olan bir riyaziyyat müəllimi tələb olunur. Ancaq burada elə demirdi. Deyirdi ki, yaxşı ünsiyyət bacarığı olan, basic riyazi bacarıqları olan satıcı tələb olunur. Ona görə də B bəndi də deyil. Bunları çıxaq. Sonra someone with communication and math skills is needed. Bəli, elə doğru cavabımız budur. Riyaziyyat bacarıqlı və bir də ünsiyyət bacarığı olan bir insan tələb olunur ki, bir kəs tələb olunur. Applicants with no previous experience are preferred. Yəni heç bir təcrübəsi olmayanlara üstünlük verilir. Bu deyildi. Biz elə bir şey deməmişdi. Only students are all. Onsuz da onlylər çox vaxt səhv çıxır. Amma yenə də yalnız şagirdlərə icazə verilir deyil. Burada elə bir məlumat verilmirdi bizə. Doğru cavabımız olacaq C bəndi. Növbəti listeningimizə baxırıq. Növbəti listeningimizdə deməli
Learn French this summer. Bu yay fransız dilini öyrənin. Join our interactive and fun summer courses for kids and teens ages 6-18. Deməli 6-18 yaş aralığında uşaqlar, yeniyetmələr və körpələr yay kurslarına, əyləncəli və interaktiv yay kurslarına qoşulun deyir. Bizim yəni təcrübəli müəllimlərimiz sizə maraqlı dərslər verəcək. Uşaqlar müəyyən aktivitələr, mədəni aktivitələr və oyunlardan zövq alacaqlar. Gəlin və saytımızdan registrasiyadan keçin. İndi burada no registration is needed. Xeyr. Yəni registrasiya tələb olunur. Axı burada deyir ki, heç bir registrasiya tələb olunmur. Ona görə A deyil. The course doesn't offer different games or activities. Deyir ki, müxtəlif oyun və aktivitələr yəni təklif eləmir. Xeyr edir də. Orada deyirdi ki, oyunlar təklif eləyirik, aktivitələr təklif eləyirik. Teachers in the course are not qualified. Kursdakı müəllimlər təcrübəli deyillər. Əksinə, students older than 18 can also apply this course. Yalnız deyir 18 yaşından yuxarı uşaqlar bu kursa müraciət edə bilər. Xeyr, 18-dən aşağı deyirdi. 6-18 arası deyirdi. The course offers language learning and cultural activities. Bəli, kurs dil öyrənməyi və mədəni aktivitələri təklif edir. Bəli, elə bu doğrudur. Çünki bunu demişdi orada. Doğru cavab B-bəndir. Uşaqlar, bu 71-ci sualı çalışacağım buradan oxuyum. Deməli, Dear Alex, I wanted to tell you about the environmental campaign we held at school last week. We cleaned the park, planted trees and made posters about pollution. It was inspiring to see everyone working together for the planet. Your friend Ella. Deməli, Ella dostu Alexə məktub yazır. Deyir ki, deməli, məktəbimizdə keçən həftə keçirilmiş bu ətraf mühit kampaniyası haqqında danışmaq istəyirəm. Parkları təmizlədik, ağaclar əkdik, zibillik haqqında, yəni zibilləmə əleyhinə də belə posterlər hazırladıq. Sonra bu deyir, it was inspiring to see everyone working together for the planet. Deyir ki, hər kəsin planet üçün bir yerdə çalışmağını görmək çox, necə deyim, heyran edici idi də, ruhlandırıcı idi. Deməli, burada A bəndində deyir ki, Ella is asking Alex to join the campaign. Ella xahiş edir ki, kampaniyaya qoşul. Burada xahiş eləmirdi, sadəcə onun haqqında məlumat verirdi. Ona görə A bəndini götürmürük. Alex planted trees with Ella. Ella ilə birlikdə ağac əkirdi. Yox. Ella didn't enjoy the campaign. Ümumiyyətlə deyir, kampaniyadan zövq almadı. Xeyr, əksinə deyirdi ki, çox zövq aldım. Yəni hamının bir yerdə işlədiyini görərkən. Ella felt proud of environmental activities. Elə bax, bu doğrudur. Nə deyir burada? Deyir ki, Ella deməli, ətraf mühit üçün birlikdə aktivitələrdən zövq alır, qürur duyur. Yəni hamının bir yerdə çalışmağından zövq alır. Burada məsələn, inspiring to see everyone working together elə bizə bax bu mənanı verir. The posters were made by Alex. Poster Alex tərəfindən hazırlanmışdı. Yox, Ella tərəfindən Alexə hazırlanmışdı. Doğru cavab D-bəndi. Gəldik mətnimizə. Uşaqlar, mətnimizdə deməli oxuyaq. Deməli, in the future more people around the world will speak Hindi, French and Arabic. Gələcəkdə deyir, dünyamızdakı insanların əksəriyyəti Hind dili, fransız və ərəb dillərini danışacaqlar. These languages will become more important because of population growth, travel and international work. Bu dillər deyir, daha da mühüm olacaq, vacib olacaq, əhalinin artımına görə, onların səyahətinə və beynəlxalq işlərə görə. In India, many people already speak Hindi and it will be even more important in schools, jobs and India. Hindistanda deyir, artıq insanlar Hind dilində danışırlar, ancaq bu ən çox məktəblərdə, işdə və mediada daha mühümdür. Yəni orada daha çox danışılır. French is used in many African countries for education and government, so it will be continue to spread. Fransız dili deyir Afrika ölkələrində təhsil və hökumət üçün Afrika ölkələrində daha çox istifadə olunur. Və bu deyir, yayılmağa davam edəcək. Arabic will also grow because countries like Egypt and Saudi Arabia have a strong influence in business and culture. Ərəb dili də həmçinin də inkişaf edəcək. Çünki Misir və Saudi Ərəbistanı kimi ölkələrin biznesdə və mədəniyyətdə çox güclü təsiri var. Strong influence, güclü təsiri deməkdir. Davam edək. Deməli, languages change not only because of history but also because of modern
Life, technology and global communication. Dillər deyir, təkcə tarixə görə dəyişmir. Onlar həm də müasir həyata, texnologiya və qlobal ünsiyyətə görə deməli dəyişir. Learning more than one language will help students and workers in the future. Bir dildən artıq dil öyrənmək gələcəkdə insanlar, şagirdlərə və işçilərə deməli nə üçün kömək eləyəcək? Ümumiyyətlə də iş tapmaq üçün kömək olacaq. People who know several languages can communicate more easily, work with international teams and understand other cultures. Bir neçə dil bilən insanlar rahatlıqla ünsiyyət qura biləcəklər, beynəlxalq şirkətlərlə, komandalarla işləyə biləcəklər və digər mədəniyyətləri başa düşə biləcəklər, anlaya biləcəklər. Students who start learning languages early will have more opportunities later. Deyir ki, deməli, dilləri daha erkəndən öyrənməyə başlayan şagirdlərin sonralar daha çox şansları olacaq. Companies will prefer workers who can speak more than one language, so language skills will be very important for future jobs and education. Kompaniyalar bir dildən daha çox dil bilən insanlara, işçilərə daha çox üstünlük verəcəklər. Buna görə də beləliklə də dil bacarıqları gələcək işlər, işimiz və təhsilimiz üçün çox əhəmiyyətli olacaq. Ümumiyyətlə burada nədən danışırdı? Dillərdən, dil bilməyin üstünlüklərindən danışırdı, avantajlarından danışırdı uşaqlar. İndi suallarımıza baxaq. 72-ci suala baxırıq uşaqlar. 72-ci sualda deyir ki, choose the sentence according to the passage. Mətn əsasında cümlələr seçirik. In the future people will also, gələcəkdə insanlar həm də need to learn more than one language. Bir dildən daha artıq dil öyrənməyə ehtiyac olacaq. Bəli, cavabımızın biri budur. Çünki deyirdi ki, bir dildən daha çox dil bilən şagirdlərə, insanlara, şəxslərə, işçilərə daha çox üstünlük veriləcək. Ona görə də doğru cavabımız 1-dir. İkinciyə baxırıq. Stop learning new languages. Yeni dillər öyrənməyə dayandıracaqlar. Yox, əksinə daha da yüksəltməlidirlər. Deməli, will also use French in African countries. Deməli, fransız dili həm də Afrika ölkələrində istifadə olunacaq. Bəli, bu doğrudur. Depend on technology only. In the future people will also depend on technology only. Gələcəkdə insanlar yalnız texnologiyadan asılı olacaqlar. Yox, bu səhvdir. Ona görə də doğru cavabımız olacaq 1, bir də 3 A bəndi. Növbəti sualımıza baxırıq uşaqlar. False statement deyir, yəni səhvi tapacaq. Population growth leads to greater use of languages. Əhali artımı deyir, dilin inkişafını daha da çoxaltmağa gətirib çıxaracaq. Bəli, bu düzdür. Bizə səhv lazımdır. Some languages will grow more in the future. Bəzi dillər daha çox inkişaf eləyəcək. Gələcəkdə bəli, düzdür. Knowing languages will be crucial for future job. Gələcək işlər üçün, peşələr üçün dil bilmək daha mühümdür, əhəmiyyətlidir. Bəli, düzdür. French is spoken in African countries for different reasons. Müxtəlif səbəblərə görə, müxtəlif səbəblər üçün, məqsədlər üçün fransız dili Afrikada istifadə olunacaq. Bəli, bax bu 72-də ilə onun cavabı həm də burada verilib, doğrudur. Learning only one language will be enough for future success. Gələcək uğurumuz üçün deyir, yalnız bir dili bilmək kifayət eləyəcək. Amma bizə elə demirdi. Deyirdi ki, gələcəkdə hətta bir neçə dil bilən şəxslərə daha çox üstünlük veriləcək. Doğru cavabımız E bəndidir. Yəni bizə səhv lazımdır. Ona görə E bəndi səhvdir. Passage mainly about deyir. Mətn əsasən nə haqqındadır? Baxaq görək mətn nə haqqındadır? Problem in learning foreign languages. Xarici dilləri öyrənməyin problemləri. Xeyr, ondan danışmırdı. Əslində avantajlarından danışırdı. How technology makes learning languages easier. Texnologiya dil öyrənməyi necə asanlaşdırır? Bizə onu da demirdi. Dillərin əhəmiyyətindən danışırdı uşaqlar. Turizm dilləri necə dəyişir demirdi. Tendency to important world languages. Bəli, bu doğru cavabımızdır. The disappearing of old languages. Keçmiş dillərin yoxa çıxmağı xeyr. Bizə də o barədə məlumat vermirdi. Doğru cavabımız olacaq D bəndi. Deyir ki, why is Arabic becoming more important? 75-ci sualda deyir ki, ərəb dili nə üçün daha mühüm olacaq, vacib olmağa başlayır? Because it continues to spread in India. Hindistanda yayılmağa başlamışdı. Yox, bu deyildi. Orada bir cümlə var idi. Deyirdi ki, Egipt və Misir və Səudi Ərəbistanı dünya biznesində daha çox təsiri olub. Elə bu doğru cavabımız B olacaq. Significant influence. Bəli, doğru cavabımızdır. Dünya biznesində. Doğru cavabımız B bəndidir. O birisinə baxaq. It is used in many African countries. Xeyr, bu səbəb də deyildi. In India, it is used in schools, workplaces in India.
and media, üzr istəyirəm. Deməli deyir ki, yəni bu da həmin cavab deyil də. Deyir Hindistanda məktəblərdə, nə bilim mediada və s. işlənilirdi. Bu da doğru cavabımız deyil. Həmin dil, ərəb dilini bəzi Afrika ölkələri təhsildə istifadə edirlər. Xeyr, doğru cavab deyil. Doğru cavabımız B bəndi olacaq. Davam edirik. Uşaqlar 76-cı sualda true'ları seçirik, yəni doğru cavabları seçirik mətnə əsasən. Hindi will become more important in schools in India. Bəli, deyir ki, Hindistanda Hind dili daha vacib olmağa başlayacaq. Bəli, doğru cavabımızın biri 1-dir. Companies will need workers who know different languages. Bəli, şirkətlərə müxtəlif dilləri bilən işçilər lazım olacaq. 1-2 doğru cavabımızdır. 3-ə baxaq niyə səhvdir. Learning several languages has more disadvantages deyir. Advantages olsa düz olardı. Çoxlu dillər, müxtəlif bir neçə dil bilmək deyir, avantajı yoxdur. Yəni disadvantage, avantajı yoxdur, üstünlüyü yoxdur. Əksinə üstünlüyü var. All the important languages come from here. Bütün mühüm dillər Avropadan gəlib. Xeyr, bizə elə bir şey demədi. Doğru cavabımız olacaq 1-2. Uşaqlar, bu deməli listening-ə gəldi. Listening-də hal-hazırda mətni bura yerləşdirə bilməmişəm. Ancaq deməli sadəcə cavablarını deyəcəm. Listening-də the passage is mainly about mətn nə haqqındadır? Burada doğru cavabımız olacaq the attractions and features of Durban. Doğru cavabımız burada B olacaq. Sonra növbəti suala keçirik. Complete the sentence according to the passage. Mətnə əsasən davam edirik. Burada da doğru cavabımız it has several interesting museums olacaq. Doğru cavab E bəndidir. Yoxlamayan varsa yoxlasın. Sonra növbəti sualımıza baxırıq 79-da. Doğru cavabımız olacaq because of its beaches and mild winter climate. Nə üçün deyir Durban cənnət adlandırılır? Çünki onun çimərliyinə və mülayim qış iqliminə görə bu cür adlandırılır. Doğru cavab A bəndə olacaq. Sonra keçdik 80-ə. 80-də də true false deyir. True false-da B, B, A, A olacaq. B, B, A, A. Bu cür olacaq cavabımız. Qaldı mətnlər. Mətnim şəkil üzrə uşaqlar. Şəkil üzrə də ən az bilirsiniz 35 sözdən ibarət söz yazmalısınız. Sözlər bir-birinə rabitəli formada əlaqələndirilməlidir. Bağlayıcıdan istifadə etmək lazımdır. Mətndə, hekayədə birinci başlanğıc olmalıdır. Sonra ortada əsas mühüm fikirləri bildirməlisiniz və nəhayətdə sonlandırmalısınız. Bu formada yazan uşaqlar təbii ki, qrammatik səhvlərə də yol verməsəz, əsasən də zaman olaraq keçmiş zamanda yazsaz daha yaxşı olar. Bu cür səhvlərə əgər yol verməyən şagirdlər varsa, gözəl yazı qabiliyyəti də varsa, təbii ki, tam bal ala biləcək. Belə uşaqlar sualınız olsa, rəylərdə yazıb bildirərsiniz. Sağ olun.